Səmədova Gülnarə Lənkəran şəhəri Cəfər Cabbarlı adına bir sayılı Uşaq Musiqi Məktəbinin Xalq Çalğı Alətlər şöbəsi üzrə qanun ixtisasından dərs deyirəm. Hal-hazırda dərsimizə başlayırıq. Biraz səs ucalığı ver ki, eşidilsin sən nə ifa edirsən. Bax, görsən, evdə az istifadə elədiyinə görə trellərin biraz zəifdir. Tremolo eləyərkən, yəni onun forte, pianosu, nüansları bilməlisən ki, əsər veriləndə əsərdə dinamik işarələr göstərir. O dinamik işarəyə əsasən sən orada fortanı göstərə bilərsən, pianonu göstərə bilərsən, crescendo, diminuendo. Bunlar əsərlərdə şərtdir. Əsər olmasın xalq mahnılarımızda, harada yavaş çalınmalıdır, harada bərk çalınmalıdır. Ən əsası forşlaqlarımızı, trellərimizi gözəl göstərir. Yəni, kanun alətin gözəlliyi ondadır. Biz onları aydın şəkildə göstərməyi bir dənə göstər. Tələsdirmə. Göstər. Yəni, bu qısa bir formada bərdaş girişidir. Yəni, bərdaş dediyimiz girişdir, əvvəlidir, başlanğıcıdır. Yəni, bunun şöbələri var. Bərdaş, maye. Bəli. İlk başlanğıcdan öyrənmək, birinci dəfədən götürmək çox da pis alınmadı, yaxşı idi. Yəni, üstündə daha da çox işləmək lazımdır ki, əllər daha yaxşı, aktiv getməlidir. Bərdaş dediyimiz giriş hissədir, göstərməliyik ki, fikri, yəni dinləyiciyə biz onu çatdırmalıyıq ki, biz nədən başlayıb, nədən qutarmalıyıq cümlələrimizi, hissələri hissə və hissə ayırmalıyıq. Məsələn, bərdaşı çaldıq, onun mayesini ifa elədik və sonra onun şöbələri, Nişbi Fəraz, Bəstənigar, yəni get-gedə şöbələr artır. Hazırda bu orta musiqi məktəbində sizə 2-3 hissə keçirilir. Amma ki, inşallah texnikumda, konservatoriyada bunlara getdikcə olan şöbələri daha da genişlənir. Mən musiqi məktəbini 7 illik fortepiano şöbəsini bitirmişəm. Amma həvəsim kanun alətinə olub. Bizim məktəbdə, musiqi məktəbində kanun aləti olmadığına görə mən öz valideynlərimdən xahiş edirdim ki, əgər məni asofsionallığa qoyurlarsa, kanun üzrə, kanun şöbəsi üzrə qoysunlar. Yəni, təbii ki, ən çox arzuladığım, istədiyim alət olduğuna görə valideynlərim asofsionalın şöbə müdürü ilə danışdılar. Şöbə müdürü də çox razılığını bildirdi və mənə gözəl bir kanun ifaçısı müəllimi mənə təklif elədilər. Məmmədova Yaqut müəllimə, mən ona minnətdarlığımı bildirirəm ki, mənə kanunun sirlərini öyrətdi, pillə-pillə mənə izah elədi onları. Və düzdür, mən piano şöbəsindən kanun şöbəsinə keçməyimə baxmayaraq, mənə o qədər də çətin gəlmədi. Sevdiyimə görə tez bir zamanda alışdım kanun alətinə. Sevməyə çalışdım. Daha da mənə doğma gəldi, əziz gəldi. Yəni, hər bir hansı bir əsər, mahnı müəllimə mənə öyrədim. Onu böyük həvəslə evdə işləyərdim. Amma boynuma alıram ki, pianodan o dərəcədə deyildi məndə. Kanun alətini, asofsionalını bitirdikdən sonra mən Milli Konservatoriyaya daxil oldum. Hansı məktəbdə ki, oxumuşdum musiqi məktəbində, o musiqi məktəbində mən gəldim, öz istədiyim alətdən dərs deməyə başladım və 8 il mən orada fəaliyyət göstərdim. Nəyə görə 8 il? Çünki mən ailə qurduğuma görə Lənkəran şəhərinə gəldim, köçəsi oldum və həmin Lənkəran şəhərində Cəfər Cabbarlı adına bir sayılı Uşaq Musiqi Məktəbinin direktoru Nəriman müəllimə yaxınlaşdım. Sağ olsun, qəbul elədi təklifimi və hal-hazırda da məktəbdə müəllimə kimi, qanun müəlliməsi kimi fəaliyyət göstərirəm və şagirdlərim ki var 2014-cü ildə
Bülbül adına musiqi məktəbinin uşaqları ilə bir yerdə diplomant oldu mənim şagirdim də. Yəni bir çox şagirdlərimiz burada diplomant oldu, tərifnamə aldılar.